Salam, hər vaxtınız xeyir olsun, gününüz xeyirli uğurlu keçsin. Mən Gülşən Əşməlov. Bugün sizlərə Azərbaycan dili 9-cu sinif dərsliyinə tapşırıq və çalışmaların izahını təqdim edəcəm. Əgər bu tip izahların ardının gəlməyini istəyirsinizsə, kanala abunə olmağı unutmayın. Abunə olun ki, izahlar yerləşdiriləndə sizlərə bildiriş halında gəlsin. Həmçinin izahı bəyənin, sonda öz rəylərinizi yazın ki, bu izahların sizlərə faydalı olduğunu düşünüb ardıcıl şəkildə tapşırıqların və çalışmaların izahını təqdim edək. Gəlin çox vaxt itirməyə başlayaq. Biz amalım millətimi səadətə qovuşdurmaqdır mətnidir. İxtisarla qeyd olunub. Burada açar sözlər var. Xeyriyyəçilik, mesenat, təhsil. İndi sonda tapşırıqlarda onsuz bunlarla bağlı suallar olacaq. Gəlin başlayaq birincidən. Deyir, mətni oxuyarkən mürtəzədə verilmiş sözlərdən uyğun olanını daha doğrusu seçin. Aha, gəlin baxaq. Deməli, deyir, artıq neçə illərdir Azərbaycanın xeyriyyəçilik tarixində bir əfsanə dolaşır, gəzir olmaz. Deməli, buradan dolaşırı götürdük. Sonra keçək bura. Deyir, millətinə, ölkəsinə, insanlığa xidmət yoludur. Deməli, millətinə, ölkəsinə, insanlığa təmənnasız xidmət yoludur. Burada da təmənnasız olar. Sonra keçək görək başqa varmı? Aha, deməli, burada var. Burada da qeyd olunub ki, məqsədindən əl çəkməyən hacı daha sonralar yenidən təşəbbüs göstərərək Çar 2. Nikolaydan icazə almağa cəhd göstərmişdir onlar. Etmişdir, yox. Sonra deyir, növbəti cümləyə baxıram. Deyir, hacı başa düşürdü ki, parçalanmış gerilik və cəhalət içərisində yaşayan milləti müasir inkişaf yoluna çıxarmaq üçün maarif ilkin şərtdir. Deməli, çıxarmaq olacaq burada da. Məncə bitdi. Qoy ki, yox, bitməyib. Burada da var imiş bu bir tərəfdən. Aha, deyir, oxuyub yazmağı bilməyən bu şəxsin mətbuata bu qədər əhəmiyyət verməsi, türk, ərəb, fars, deməli, burada verməsi olacaq. Keçək növbəti cümləyə, çox vaxt itirməyək. Deməli, o zamanki Azərbaycan mühitində elə bir sahə olmamışdı ki, hacının xeyriyyəçilik missiyası oradan kənarda qalsın. Aha, bu da belə. Düşünürəm ki, bir də burada yeni qalıb, bunu da deyim. Bakıda sənət məktəblərində öz vəsaiti hesabına yeni siniflər, bu da yeni olar. Başqa qalıbmı? Bir dənə göz gəzdirək. Yox, mən görmədim. Əgər qalıbsa, rəylərə qeyd edərsiniz. Keçək bura. Mən də onu sizin üçün cavablayaram. Amma düşünürəm, hamısını dedim. İndi buna baxırıq. Aha, deməli, burada nə deyir? Burada qeyd olunub ki, mətndən götürülmüş sözlərin düzgün tələffüsünü göstərin. Aha, rahat tapşırıqdır. Baxaq. Mətinlik sözü necə tələffüs olunacaq? Mətinlik şəklində. Sonu xüstüşdürük. Bax, bu formada. Sonra insanlığa, burada da belə olacaq. İnsanlıq. Üzr istəyirəm, lıq yazdım, qolunu düzəltdim. İnsanlığa. Yəni, burada bizim lığımız nıya çevrilir, insanlığa olur. Sonra onların, bu da olacaq onların, özləri verib. Avadanlıq, bu da olacaq avadanlıq, lığıya çevriləcək. Qıysa xıya. Yəni, 2 dəyişmə olacaq. Bir də bunu uzun zadı yazmadım. Sonra sahibkarlıq, sahibkarlıq. Yəni, rıya çevrilir, xıya. Burada da 2 dəyişmə. Sonra vasitələrlə, vasitələrlə. Nə. Bu da bu formada olacaq. Burada da 2 dəyişmə. İndi siz bunu qəşəng formada yazarsınız. Bir də sahibkarlıqda p-nı deməyi unutmuşam. Burada p olacaq. Sahibkarlıq. Burada 2 yox, 3 olacaq. Üzrlü sayın. Burada 3 olacaq. Vasitələrlə sözündə isə vasitələrlə 2 olacaq. Aha, keçək növbəti tapşırığa. Keçirik bura. Burada da deyir, mətndən daha doğrusu istifadə etməklə Hacıyevin millətinə gördüyü xeyriyyə işlərini sadalayan bir sxem hazırlayın. Aha, baxın, sxemi çəkirsiniz siz də dəftərinizə belə səliqəli. Burada məsələn yaza bilərsiniz ki, mətbuatın inkişafı. Buraya siz mətbuatın
İndi mən səliqəsiz olacaq. İnkişafı. Bir iş bu ola bilər. Sonra teatr binasının inşası. Buraya yazırsınız teatr binasının inşası. Teatr binasının inşası. Sonra buraya yazırsınız ki, şəhərə su kəmərinin çəkilməsi. Şəhərə su kəmərinin çəkilməsi. Yəni belə ümumi, başqa da soru ola bilər. İndi üzrlü saniyə səliqəsiz oldu. Mən ona görə qələmlə yazmıram. Bəzən yazırlar ki, ay müəllim ekrana yazsaz yaxşı olardı. Baxın, ekrana yazanda səliqəsiz görüntü alınır. Yəni bəyənirsinizsə izaha baxın. Əgər siz başa düşmürsünüzsə, xoş deyilsə, məcbur deyilsiniz baxmağa. Ondansa qəşəng rəylər yazmaq olar ki, ən azından biz də vaxtımızı ayırıb sizin üçün bu izahları çəkirik. Yəni bir növ belə deyək ki, hər kəsin vaxtı özü üçün dəyərlidir. Yəni ekranda qeyd etdim. Bəzilərini də indi mən səsləndirirəm, siz özünüz dəftərinizə yazarsınız. Bunu yazmaq olar ki, görkəmli şəxslərə təqaüd verilməsi. Sonra bunu yazmaq olar ki, toxuculuq fabrikinin işə salınması. Sonra deməli, təhsil ocaqlarının açılması ola bilər, məsələn, qızlar məktəbi. Yəni bir çox nümunə yazmaq olar. Lap bunu alt-alta da yaza bilərsiniz və yaxud siz də belə sxem çəkib bu formada yaza bilərsiniz. Necə istəyirsiniz, elə dəftərinizə qeyd edin. Keçək digər tapşırığa. Bura baxırıq. Deməli, bu da maraqlı tapşırıqdır. Deyir, sizcə qızlar məktəbində təhsil hansı dildə idi və niyə? Baxın, deməli, yoldaşlar, burada sizcə deyir. Yəni, mənim, sənin və yaxud bir başqasının fikrini soruşur. Ola bilər ki, indi müəllimimizin dediyi fikirlə başqa bir fikir ola bilər. Amma mahiyyət eyni olmalıdır. Yəni, siz fikirləşməyin ki, burada dediyimiz cümlə eynən həmin cümlə olacaq. Xeyr, bu qayda deyil ki, həmin cümlə ola və yaxud hansısa bir qanun deyil ki, həmin ola. Burada mənim fikrimi soruşur və sənin sizcə deyir. Mən də buna belə bir münasibət bildirərəm ki, Çar Rusiyasının tərkibində idi o zaman. Ona görə də rus dilində ola bilər, yəni ehtimaldır. Amma Azərbaycan da tədris mümkündür. Yəni demirik mümkün deyil. Amma ümumilikdə sadəcə Çar Rusiyasının tərkibində olduğu üçün rus dilində dərslər aparılır deyə qənaətinə gələ bilirik buradan. Yəni ümumilikdə qeyd edirik ki, o vaxt Çar Rusiyasının tərkibində olduğu üçün düşünürəm ki, dərslər rus dilində aparıla bilər. Amma bu o demək deyil ki, Azərbaycan dilində aparılmasın. Sadəcə tərkib hissəsində olduğu üçün bu fikri düşünürəm. Yəni belə öz fikrimizi yaza bilərik. Sonra bura keçək. Deyir, hazırda hansı ölkələrdə Azərbaycan dilli məktəblərin olduğunu araşdırın və həmin məktəblərdən biri haqqında məlumat toplayıb təqdimat hazırlayın. Mən sizə bir yol göstərim. Məsələn, Gürcüstanda, yəni fakt bildiyim Gürcüstanda Azərbaycan məktəbi var. İndi bunu araşdırmaq sizin öhdəliyinizə düşər. Yazın ki, Gürcüstanda, Google-da yazırsınız ki, Gürcüstanda Azərbaycan məktəbi. Həmin o məktəb çıxacaq, onun haqqında biraz məlumat götürün, dəftərə yazın və yaxud A4-də yazın, təqdimat hazırlayın. Yəni, bu asan bir şeydir da, bununla vaxt itirməyək. Keçək 3.2 tapşırığına. Deyir ki, təhsil millətin gələcəyidir. Müdrik kəlamın kimə məxsus olduğunu xatırlayın. Həmin şəxsin təhsil sahəsində apardığı islahatlar barədə məlumat toplayın. Bugün həmin kursun necə davam etdirilməsi barədə fikir yürüdüm. Bu fikir bizim ümumi liderimiz Heydər Əliyevə aid bir fikirdir. Ümumiyyətcə, onun təhsildə rolu danılmaz və qaçılmazdır. Qeyd eləmək olar ki, müasir təhsil sisteminə keçid var. Onun etdikləri deyir, axı burada deyir, bugün həmin kursun necə davam etdi və bundan başqa həmin şəxsin, yəni Heydər Əliyevin təhsil sahəsində apardığı islahatlar barədə danışın. Təhsil sahəsində apardığı islahatlara deyə bilərəm ki, müasir təhsil sisteminə keçid. Bundan başqa xarici təhsil proqramlarının başladılması, həmin o indi islahatlar məhz onun yaradıcılığının bəhrəsidir, biz bugün görürük. Sonra da qeyd olunub ki, bugün həmin kursun necə davam etdirilməsi barədə fikir yürüdün. Təbii ki, effektiv davam etdirilir. Yəni, bir növ belə deyim ki, həmin kurs öz yaradıcılığının işini görür. Keçək bu birinə. 4-də baxırıq. Deyir, mətnin adının dırnaq içərisində verilməsinin səbəbi nədir? Mətnin məzmununa uyğun olub olmaması barədə fikir yürüdün. Adına baxaq. Mətnimizin adı.
Amalım millətimi səadətə qovuşdurmaqdır. Bu kimin kəlamıdır? Hacı Zeynalabdin Tağıyevin. Yəni onun öz sözləridir. İxtisarla qeyd olunub və onun öz sözüdür. Təbii ki, mətnin məzmununa uyğundur. Yəni qeyd edirik ki, onun öz sözləridir və mətnin məzmununa uyğundur. Keçək. Bura baxaq. Deyir ki, hacının xeyriyyətçilik fəaliyyətinin ən mühüm sahəsini şübhəsiz onun maarifin, mədəniyyətin inkişafına göstərdiyi qayğı təşkil edir. Deyir, bu cümləni mətndə hansı rəqəmin yerinə yazsa, məzmuna yəni xələl gəlməz. Bir növ uyğun olar da, belə deyək. İndi gəlin keçək mətnə. Deməli, qayıdaq əvvələ. Baxın, burada bu bir dəqiqə. Yox, burada. Ümumiyyətcə abzaslarlandır. Qoy görək təhsil haqqında xüsusən ümumi yox. Ancaq maarif, mədəniyyət haqqında danışılanı seçməliyik. Burada ümumi danışır. Ona görə bunu seçmirik. Bax, bura baxın. Deyir ki, burada. Qoy qələmi götürüm. Deyir, buna görə də ilk növbədə təhsil ocaqlarının açılması, onların pedaqoji kadrlarla, müxtəlif avadanlıqlarla təmin edilməsinin böyük əhəmiyyəti var idi. Deyir, onun məqsədə aparmaq üçün çoxlu məktəb açmaq lazımdır. Bax, bura baxın, bunu bu hissəyə vermək olar. Bax, bu sonuncu cümlə bitir və bura yazmaq olar. Yəni, 2-nin sonuna. Bu 2-nin sonuna. İndi keçirik növbəti tapşırığa. Baxırıq 6-ya. 6-da nə deyir? 6-da deyir ki, nə üçün Hacı Zeynalabdin Tağıyevin xeyriyyətçilik fəaliyyəti reallıq deyil, əfsanə hesab edilir? Niyə əfsanə hesab edilir? Baxın, belə bir şey deyim. Xeyriyyətçilik elə bir şeydir ki, bəzən çoxlu maddi imkanı olan şəxs belə onu eləmək istəmir və yaxud eləmir. Amma Hacı Zeynalabdin Tağıyev sanki bir nağıl kimi, bir növ belə deyim ki, hər sahədə xeyriyyətçilik eləyirdi. Yəni qazandığını, əldə elədiyini xalqa xərcləyirdi. Bax, buna görə nağıl kimi hesab eləmək olar. Yəni əfsanə kimi daha doğrusu. Gecə 7-yə deyir ki, Hacı Zeynalabdin Tağıyev hansı iki sahənin inkişafına daha çox maddi vəsait ayırmışdı və niyə? Deməli, bir növ belə deyim ki, o daha çox iki sahə deyirsə, təhsilə fikir verirsinizsə, xüsusən açılmasını biz bura nümunə göstərə bilərik. Təhsillə bağlı, bir də böyük su kəməri ilə bağlı olanı nümunə kimi, yəni iki sahə deyir, yəni bunları misal göstərə bilərik. Keçin 8-ə. 8-ci tapşırıqda deyir ki, Hacı Zeynalabdin Tağıyevin qısa tərcümə halını yazsaydınız, əsasən hansı faktlardan istifadə edərdiniz? İndi mən faktları səsləndirəcəm. Kimsə gəlib burada rəyə yazmasın ki, ay müəllim, onu yazardınız da, köçürdərdik. Yəni düzdür, yaza bilərəm, amma səliqəsiz olacaq. Baxın, ekranda yazı yazdıqda bir növ səliqəsiz görüntü alınır. Ona görə mən səsləndirirəm, siz yazın. Deməli, buradayıq 8-də. Bura qeyd edə bilərik ki, Hacı Zeynalabdin Tağıyev, birinci, yazırsınız 1. Hacı Zeynalabdin Tağıyev fəhləlikdən milyonçuluğa yüksəlmişdi. Birinci fakt bu. Bir daha qeyd edirəm, fəhləlikdən milyonçuluğa yüksəlmişdi. Sonra 2. O 1901-ci ildə Bakıda ilk qızlar məktəbini açmışdı. Bir daha təkrar edirəm, 1901-ci ildə Bakıda qızlar məktəbini açmışdı. Sonra 3-cü fakt. O mətbuatın inkişafına xüsusi əhəmiyyət vermişdi. Bir daha təkrar edirəm, o mətbuatın inkişafına xüsusi əhəmiyyət vermişdi. Sonra 4-cü qeyd edə bilərik ki, toxuculuq fabriki açmışdı. Balıqçılıq və neft sənayesinə minlərlə insanı işlə təmin edib bu sahədə. Bir daha təkrar edirəm, toxuculuq fabriki açıb, balıqçılıq və neft sənayesində minlərlə insanı işlə təmin edib. Bu da belə. Sonra bundan başqa bir daha təkrar edirəm. Deməli yazırsınız faktlar. Aşağıdan qeyd edirsiniz. 1. Hacı Zeynalabdin Tağıyev fəhləlikdən milyonçuluğa yüksəlmişdi. Sonra 2. O mətbuatın inkişafında xüsusi rol oynamışdı. Sonra 3. Yazırsınız ki, toxuculuq fabriki açmışdı. Sonra 4 qeyd edə bilərsiniz ki, balıqçılıq, neft sənayesində minlərlə insan işlə təmin eləmişdi.
Sonra 5-ə də yazmaq ola bilər ki, 1901-ci ildə Bakıda ilk qızlar məktəbini açmışdım. İndi ardıcılığa özünüz baxın da, yəni necə istəsəz qeyd edə bilərsiniz. O problem deyil. Keçdik 9-a. Sonra deməli 9-a deyir ki, bu fikirlərdən biri mətndə yoxdur. Aha, yoxdur deyir. Tərcümə halını yazdıq, faktlar yazdıq. Dedim birdən nəsə gözdən qaçar. Deyir yoxdur. Baxıram. Bir də qeyd olunub ki, qələmimizi götürək. Bir də qeyd olunub ki, bu fikirlərdən biri mətndə yoxdur. Baxıram ki, birinci Bakıda qızlar məktəbinin açılması var. Deyir axı, bunu silirəm. Hacı Zeynalabdin Tağıyevin maarifçiliyi var. Görkəmli şəxslər Hacının verdiyi təqaüd hesabını təhsil almışlar, bu da var. Bir dənə qaldı bu. Kənd təsərrüfatının inkişafında Hacının əvəzsiz rolu var. Bu yoxdur. Bəlkə də var rolu, amma mətndə yoxdur. Gedək ona. Deyir ki, mətndən hansı faktları əldə edə bildiniz? Həmin faktları sistemləşdirərək mətndəki məzmunu saxlamaqla sadə mətn tərtib edin. Faktlar bax buradaydı. Bayaq danışdım ha. Qoy qeyd edeyim. Bax 8-cidə faktlar dedim sizə. Qızlar məktəbinin açılması 1901-ci ildə. Sonra nə bilim müəyyən işlər qeyd etdim. İndi bir daha təkrar eləyərəm. Qızlar məktəbinin açılması idi. Sonra Hacı Zeynalabdin Tağıyevin fəhləlikdən milyonçuluğa yüksəlməsi idi. Sonra Tağıyevin təhsil və mədəniyyət, sosial sahələrdə böyük vəsait ayırması idi. Sonra nə bilim, toxuculuq fabrikinin açılması idi. Çox idi. Danışdım bəyə, 2-3 dəfə də təkrar elədim. İndi deyir ki, bunlardan istifadə edib bir mətn hazırlayın. Misal üçün mən deyim də, bunu özünüz də rahat hazırlaya bilərsiniz. Amma qoy deyim, belə yazmaq olar ki, Hacı Zeynalabdin Tağıyev Azərbaycanın məşhur xeyriyyətçilərindən idi. O, fəhləlikdən milyonçuluğa yüksəlmiş, lakin bunu unutmayıb, var dövlətini xalqın güzaranına xərcləmişdi. O, təhsil sahəsində bir çox işlər görmüşdü. 1901-ci ildə Bakıda ilk qızlar məktəbini açmış, təhsil və mədəniyyətin inkişafına böyük əhəmiyyət vermişdi. O, həmçinin mətbuatı dəstəkləmiş, Bakıda teatr binası inşa elətdirib, sonra Tağıyev sənaye sahəsində də fəal olub, toxuculuq fabriki açıb, balıqçılıq, neft sənayesində də çoxlu işlər görüb. Yəni qısa da bayaq dediyim faktları yazırsınız bir mətn kimi. Mətni bir daha səsləndirirəm. Deməli, Hacı Zeynalabdin Tağıyev Azərbaycanın məşhur xeyriyyətçilərindən idi. O, fəhləlikdən milyonçuluğa yüksəlmişdi. Var dövlətini xalqın rifahı üçün xərcləyirdi. 1901-ci ildə qızlar məktəbini açmışdı. Təhsil sahəsində xeyli işlər görmüşdü. Yəni o sonra nə bilim su kəmərinin çəkilməsini göstərə bilərik buna. Sonra Tağıyevin sənaye sahəsində fəal olmasını, toxuculuq fabrikinin açmasını, balıqçılıq və neft sənayesinin minlərlə insanı işlə təmin eləməsini, yəni orada bayaq dediklərimi burada mətn kimi qurun. Mətndə səsləndirdim. Keçək indi 11-ə. 11-də nə deyir? Hacı Zeynalabdinin xeyriyyətçilik fəaliyyətinin müasir dövrdə davamını görürsünüz. Bəli, görürük. Məsələn, bir sıra xeyriyyətçilər var ki, onlar da təhsil, xalqın güzaranına müəyyən, belə deyim, maddi və mənəvi köməkli eləməyə çalışırlar. Sonra deyir, ilk növbədə xeyriyyətçinin nə olduğunu müəyyənləşdirin. Aşağıdakı sxemdən istifadə etməklə xeyriyyətçilik nədir mövzusunu müzakirə edin. Bu müzakirəni siz sinifdə eləyəcəksiniz. Ümumiyyətlə xeyriyyətçilik nədir? Xeyriyyətçilik xalqın rifahı üçün çalışmaq, öz rifahını kənara qoymadan, yəni özünü bir növ kənara qoymadan xalqın da rifahını düşünməkdir. Xalqa əl tutmaqdır, ona köməklik eləməkdir. Yəni bu kimi sözləri burada qeyd edə bilərik. Yəni ehtiyacı olanlara əl tutmaqdır, yaxşılıq eləməkdir və bunlardır. Burada da sinifdə bunu müzakirə edəcəyiz. Bu siniflə bağlı tapşırıqdır. Keçək 12-yə. Açar sözlərin düzgün olduğunu əsaslandırın. Gəlin baxaq açar sözlərə. Bax buradadır açar sözlərimiz. Xeyriyyətçilik, məzmunat, təhsil. Bəli, mətn üçün uyğundur. Xeyriyyətçilik nə deməkdir? Ehtiyacı olanlara kömək eləmək, yaxşılıq eləmək.
Mesenat nədir? Mesenat elə bununla bağlı bir ifadədir. Mesenat deyəndə belə deyim də, təhsilə önəm verən, onun üçün çalışan xeyriyyətçi. Təhsil isə elə bildiyimiz təhsildən söhbət gedir. Hal-hazırda içərisində olduğumuz təhsil sistemi. İndi keçək növbəti tapşırıqlarımıza baxaq. Deməli, burada 9-u elədik, 10-u elədik, 11-i, 12-ni etdik. Buradaydıq. 13-ə baxırıq. 13-cü tapşırıqda deyir ki, lüğətdən istifadə etməklə fərqləndirilmiş sözlərin leksik mənasını müəyyənləşdirin və onları əlifba sırasıyla düzün. İndi mən sizin üçün ekranda həmin sözləri verəcəm. Qəşəng-qəşəng onu dəftərinizə köçürdərsiniz. Bir dəqiqə. Xeyriyyətçilik, dirçəliş, dünya görüş, məram, maarifləndirmə. Digər sözümüz isə aspekt sözüdür. İndi baxın bu mətndə mən sizə birini elə göstərim. Baxın, fərqləndirilən söz fikir verin. Fərqləndirilən söz bilirsiz nə deməkdir? Yəni fərqli formada yazılıb. Buna nəzər yetirək. Aspekt görürsüz, fərqli yazılıb. Yəni bu fərqləndirilən sözlərdən biri budur. Sonra indi mən özüm həmin sözləri seçmişdim deyənə ekranda vermişəm. Həmin bax sözləri qeyd edin dəftərinizə. Yəni fərqləndirilən sözlər onlardır. Xeyriyyətçilik ehtiyacı olanlara kömək etmədir, yaxşılıq etmə mənasını ifadə edir. Dirçəliş yenidən canlanma, inkişaf etmək, yüksəliş dövrü. Dünya görüş insanın bir növ belə deyim, hadisələrə, dünyaya, həyata baxışı, onu dərk eləmə tərzidir. Məram məqsəddir, niyyətdir. Maarifləndirmə bilik və savadın artmasıdır. Elmin, mədəniyyətin yayılmasıdır. Aspekt isə hər hansı bir məsələyə baxış bucağıdır, tərəfdir, yöndür. Bu da aspektdir. Bu belə. İndi keçirik 14-cü tapşırığa. Bəşəri xeyirxahlıq və mənəvi kamillik. Bəşəri xeyirxahlıq, indi bu sözləri də ekranda qeyd edirəm, köçürdərsiniz. Deməli, bircə dəqiqə. Bəşəri xeyirxahlıq bütün insanlara qarşı mərhəmət, sevgi, yaxşılıq göstərməkdir. Mənəvi kamillik isə insanın daxili aləminin, əxlaqının, düşüncəsinin yüksək səviyyədə olmasıdır. Bu da mənəvi kamillikdir. Ekranda da qeyd etmişəm. Bunu qəşəng-qəşəng dəftərinizə köçürün. 15-ci tapşırığa baxaq. 15-də deyir ki, mətnin son cümləsindəki aspekt sözünün hansı sözlə əvəz edilsə, cümlənin məzmununa xələl gəlməz. Fikir verin, aspekt sözünün mənasını biz bayaq dedik də, yöndür, bir növ belə deyim, istiqamətdir, baxış bucağıdır. İndi bir dənə cümləmizə baxaq. Cümləmiz hardadır? Burada. Deyir, Hacı Zeynalabdin Tağıyev xeyriyyətçilik və sahibkarlıq fəaliyyətinin müxtəlif aspektlərini təşkil edir. Müxtəlif, məsələn, yönlərini təşkil edir demək olar. Yəni, bu formada demək olar. Keçdik növbəti tapşırığa. 16-cı tapşırıq. 16-da deyir ki, sxemi tamamlayaraq sinonimlər cərgəsini düzərəkdən, yəni sözlərə uyğun müəyyənləşdirin. Başladıq. Birincini özləri verib, məram. İkinci deyir ki, heç bir çətinlik bizi Azərbaycanın səadəti yolunda böyük amala döndərə bilməz. Burada amal olar. Amal. Sonra keçək 3-ə. Üzeyir Hacıbəyov Leyli Məcnun muğam parçalarını daxil etməklə məqsəd xalqa operanı sevdirməkdir. Bura məqsəd olar. Mən bir insanam, mən də canlıyam. Mənim də qəlbim var, arzularım var. Burada olacaq arzularım. Sonra keçək bu birinə. Quş qanadla uçar, insan diləklərlə. Bu da Bəxtiyar Vahabzadənindir. Bu da Səməd Vurğunlu idi. Ona görə rahatlıqla arzularımı verdi həmin parçadandır. Sonra sonuncu isə istək gözdə olar olacaq. Burada istək gözdə olar. Keçək növbəti tapşırığa. Deyir ki, sizcə dildə sinonimlərin istifadə etmənin hansı praktik əhəmiyyəti var? Təbii ki, sinonimlər yersiz təkrarların qabağını alır. Bundan başqa dili dolğunlaşdırır, dəqiqləşdirir, bədiləşdirir. Bax, bu cümlələri yaza bilərsiniz. Keçdik bu bir tapşırıqlara. Mətndə kursivlə verilmiş cümlələri sintaktik təhlil edin. Həmin cümlələrin sadə cümlə olduğunu əsaslandırın. Deməli, qaydırıq bura. Kursivlə verilmiş cümlələrimizə. Bir
Bircə dəqiqə sintaktik təhlil edəcəyik və sadə cümlə olduğunu əsaslandıracağıq. Bir keçək mətnimizə görə kursivlə hansı cümləmiz verilib hələ. Baxaq. Bircə dəqiqə. Bayaq gördük. Aha, de burada. Bax, kursivlə verilənlərdən biri. Deməli, bax buradadır. Gəlin təhlil eləyək. Deyir ki, bu məktəbin açılması bir çox maneələrlə mübarizə şəraitində mümkün olmuşdu. Bax, mümkün olmuşdu xəbər. Nə etmişdi? Mümkün olmuşdu. Nə? Məktəbin açılması. Bu mübtəda. Hansı məktəb? Bu məktəb. Bu təyin. Sonra necə, nə qədər? Bir çox təyin. Sonra maneələrlə deməli mübarizə şəraitində. Necə, nə tərzdə maneələrlə mübarizə şəraitində? Bu da zərflik. Deməli, birinci təyin, sonra mübtəda, sonra təyin, sonra zərflik, bu isə xəbər. Bu da belə. Aha, keçək növbəti tapşırığa. Cümləyə keçək. Kursivlə verilmiş, bax bu ola bilər. Nəhayət deyir məktəbin açılmasına nail olur. Deməli, nail olur xəbər. Nəhayət ara sözdür. Bunu təhlil eləmirik. Nəyə? Məktəbin açılmasına. Bu da tamamlıq. Burada da ancaq tamamlıq, bir də xəbər var. Sonra görək başqa varmı? Aha, burada da var. Deməli, deyir ki, o milyonçu xanəndə Seyid İbrahimbəyovu Gürcüstandakı Qori seminariyasını himayə etməyə sövq etmişdi. Sövq etmişdi, nə etmişdi? Xəbər. Kim? O, mübtəda. Deməli, sonra olacaq ki, o, deməli, milyonçu xanəndə Seyid İbrahim bəyi. Kimi? Milyonçu xanəndə Seyid İbrahim bəyi. Bu olacaq tamamlıq. Sonra Gürcüstandakı Qori seminariyasını himayə etməyə. Bu da məsdər tərkibidir. Bu da olacaq tamamlıq. Deməli, burada nə oldu? Mübtəda. Tamamlıq, tamamlıq 1, tamamlıq 2. 2 tamamlıq və xəbər. Bu da belə. Başqa da yoxdur deyə düşünürəm. Yəni, yoxdur. Bir də deyir ki, bu cümlələri, burada belə bir sual da var idi. Qoy gəlim ora. Deməli, deyir ki, mətndəki kursivlə verilmiş cümlələri sintaktik təhlil edin, elədik buranı. Sonra deyir ki, həmin cümlələrin sadə cümlə olduğunu əsaslandırın. Çünki ayrı-ayrılıqda bir mübtəda, bir xəbərləri var. Mürəkkəb cümlə deyil ki bu. Yəni, sadə cümlə odur ki, bir mübtəda bir xəbərə bağlanır. Ona görə hamısı da elə idi. Gördüyünüz kimi hamısının bir mübtədası, bir xəbəri vardı. Keçdik 18-ə. Burada deyir, mətnin 2-ci və 3-cü abzasındakı xəbərlər nə üçün ismi xəbərdir? Baxaq. 2-ci bir də 3-cü abzas. Deməli, bu 1-ci abzası, bu ilə işimiz yoxdur. İşimiz bu ilədir. 2-ci, bir də 3-cü abzasını indi qayıdacam ora. Deməli, deyir, xidmət yoludur. Yol sözü isimdir. Xidmət yoludur. Ümumiyyətlə, ismi birləşmə, isim, sifət, say, feildən başqa nə işlənirsə, bu ismi xəbərdir. Yetər ki, feil olmasın. Məsələn, danışmışdı, nə etmişdi? Bu feili xəbərdir. Amma bu ismi xəbərdir. Yəni, isim olanda, sifət olanda, say olanda, zərf olanda cümlənin xəbəri kimi işlənibsə, bu ismi xəbərdir. Bu üstə ismi birləşmələr ismi xəbərdir. Sonra bu 2 dedi, bir də nə dedi? Bir də deyəsən 3 dedi. Qoy bir dənə qayıdım, bir də baxım. Deməli, burada nə demişdim? 2-ci və 3-cü abzasdakı xəbərlər nə üçün ismi xəbərdir? 2-ci abzasdakı xəbərimizi dedik, sonra indi 3-cü abzasımıza baxaq. Deməli, burada. Deməli, burada da fikir verirsiniz xəbərlərimizə. Deyir ki, maddi yardım etməklə məhdudlaşdırmamışdı. Bu fəaliyyətin böyük ictimai məramı var idi. Var, ümumiyyətcə, predikativlərdir. Predikativlər də ismi xəbər olur. Var, yox, bəli, xeyr. Bunlar ismi xəbərdir. Yəni, bunlar belə deyim ki, feili xəbər sayılmır. Var, yox, bəli, xeyr. Yəni, bu tip sözlər nə olacaq? Təbii ki, feili xəbər. Üzr istəyirəm, ismi xəbər. Feili xəbər nə idi? İsmi xəbər. Keçək növbəti tapşırığa.
Aha, bura baxırıq. İndi 19-da yeni mətn verir. Deyir, bu mətni oxuyub məzmununa münasibət bildirin, mətndəki sonrakı tapşırıqları yerinə yetirin. İndi buna keçmirəm hələ ki. Sizə bir xatırlatma edim. 055 280 59 24. Bu bizim əlaqə nömrəmizdir. 9-cu siniflər üzrə buraxılış qruplarımız hal-hazırda dərslərə başlayır. Sıfırdan öyrənirsiniz. Hər şey xırdalığına kimi sizlərə başa salınır. Bir növ yeni sıfırdan qruplarda qoşulmaq istəyirsinizsə 055 280 59 24 nömrəsinə yaza bilərsiniz. Həmçinin mənim YouTube kanalımda Dövlət İmtahan Mərkəzinin 9-cu sinif buraxılışlar üzrə test toplusunun da izahları var. Onları da izləyə bilərsiniz. Gəlin indi keçək suallara. Aha, 19-cu tapşırığa baxırıq. Mətni oxuyub məzmununa münasibət bildirin. Sonra isə deyir ki, mətndən sonraki tapşırıqları yerinə yetirin. Baxaq mətnimizə. Bakı milyonçusu Hacı Ağa Dadaşov güclü yağış zamanı küçədə bir deməli qocanın oturduğunu görür. Onun nə üçün burada əyləşdiyini soruşur. Qoca evsiz olduğunu deyir. Bu sözlərdən bərk hislənən Hacı Bilgəhdəki 12 hektarlıq ərazisi olan bağ evini qocalar evi edir. Bakıda bir neçə uşaq evi açan Hacı Ağa bu evləri ərzaqla təmin edər, təhsil xərclərini ödəyərmiş. Ancaq heç kim bu işlərin kim tərəfindən həyata keçirildiyini bilmirdi. Çünki Hacı Ağa xeyriyyəçiliyin kiminsə bilməsini istəmirdi. Onun böyük oğlu Ağa Yusif bəy məclislərə gedər, imkansız ailələrə pul paylayarmış. Hacı Ağa öz şəxsi deməli vəsaiti ilə Bakıda və bölgələrdə onlarla uşaq evləri, məktəblər tikdirib. Deyir, Bakıda hazırda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyi yerləşən binanda vaxtilə otel kimi məhz Hacı Ağa Dadaşov tikdirib. Aha, bu belə. Bu bizim mətnimiz. İndi deyir ki, ilk cümləni elə dəyişin ki, Bakı milyonçusu. Aha, deməli söhbət bax buradan gedir. Bakıda bir neçə uşaq evi açan. Bax buradan. Cümləni belə dəyişərik ki, Hacı Ağa Bakıda bir neçə uşaq evi açmış, bu evləri ərzaqla təmin etmiş, təhsil xərclərini ödəyirmiş və yaxud ödəyərmiş. Bir daha təkrar edirəm. Hacı Ağa Bakıda bir neçə uşaq evi açmış, bu evləri ərzaqla təmin etmiş, təhsil xərclərini də ödəyərmiş. Bu belə olacaq. Keçdik bu biri tapşırığa. Deyir, son iki cümləni birləşdirib sadə cümlə qurun. Baxaq son iki cümləmizə. Deməli, buradan başlayır. Hacı Ağa öz şəxsi vəsaiti ilə buradan başlayır, burada bitir. Son iki cümlə deyir. Mən cümləni oxumuram. Bu cümləni necə birləşdirib sadə cümlə qurarıq, indi onu səsləndirəcəm, dəftərinizə yazarsınız. Deməli, Hacı Ağa öz şəxsi vəsaiti ilə Bakıda və bölgələrdə onlarla uşaq evləri və məktəb, həmçinin hazırda Nizami Gəncəvi adına Milli Azərbaycan Muzeyi yerləşən binanın vaxtilə otel kimi tikdirib. Bir daha təkrar edirəm. Hacı Ağa öz şəxsi vəsaiti ilə Bakıda və bölgələrdə onlarla uşaq evləri və məktəb, həmçinin hazırda Nizami Gəncəvi adına Milli Azərbaycan Muzeyi yerləşən binanı vaxtilə otel kimi tikdirib. Yəni belə. Sonra deyir, birinci və ikinci cümlədə işlənən hansı sözlər sinonimlik yaradır? Baxaq. Deməli, cümləmiz buradadır. Deyir, Bakı milyonçusu Hacı Ağa Dadaşov güclü yağış zamanı küçədə bir qocanın oturduğunu görür, oturmaq. Onun nə üçün burada əyləşdiyini, əyləşmək, oturmaq, əyləşmək sinonimdir. Belə. Keçək sonuncu tapşırığa. Bakı milyonçuları və xeyriyyəçilik mövzusunda şəkilli təqdimat hazırlayın. Təbii ki, mən sizə indi yol göstərəcəm. Amma burada mən oturub təqdimat çəkə bilmərəm axı. Onu siz evdə hazırlayacaqsınız. Nə edəcəksiniz? Birinci, Hacı Zeynalabdin Tağıyev milyonçu idi, xeyriyyətçi idi. Biri elə o, amma o haqqda mətndə verilib, ona görə onu yazmayın. Məsələn, mən sizə adlar deyim. Murtuza Muxtarov var, Musa Nağıyev var. Bax, onların adlarını götürün. İnternetdə araşdırma edin, Google-da. Yazın. Həmin adları araşdırın, axtarın və o formada onlar haqqında nə çıxsa elə bir növ belə deyim ki, təqdimat hazırlayın. Orada onların şəkillərini qoyun. Bax, burada istiqamət verilib bizə. Bakı milyonçuları haqqında deyir məlumat toplayın. Məlumatı topladıq.
Sonra məlumatı sistemləşdirdik, yığcam elədik. Sonra hazırlayacağımız təqdimata uyğun şəkillər əlavə elədik, yəni şəkilləri qoyursunuz. Sonda isə nəticə çıxardırsınız. Yəni bu formada. Bu da sonuncu tapşırığımız idi. Sonra gəlir növbəti mətnimiz. İnşallah ardının gəlməyini istəyirsinizsə bəyənin, sonda rəylərinizi yazın. Dərslərimizə qoşulmaq üçün də əlaqə nömrəmizi qeyd etdik. 055 280 59 24. Bu nömrəyə yazaraqdan dərslərimizə də yazıla bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşmək ümidi ilə.